Bugünkü mövzumuz nuklein turşularıdır. Nuklein turşuları demək ilk dəfə olaraq Mişer tərəfindən ölmüş leykosit hüceyrələrinin nüvəsində tapılmışdı və nüvədə tapıldığına görə də elə buna nukleus adı verilmişdi. Nukleus sözünün mənası isə nüvə deməkdir. Nuklein turşularının əsas funksiyası nədir? İrsi məlumatları saxlayıb və özündən sonrakı nəslə ötürməyə xidmət eləyirdi. Nuklein turşuların demək nuklein turşularının monomeri adlanır. Deməli nukleotidlər. Monomeri adlanır nukleotidlər. Və nuklein turşularının nuklein turşuların iki növü var idi. Biri DNT idi, digəri isə RNT adlanırdı. Bunun açılışına gəlsək, DNT-yə deyirik dezoksiribonuklein turşusu, RNT-yə isə deyirik ribonuklein turşusu. Deməli nukleotidlər 3 hissədən ibarətdir. Bunlar hansıdır? Bir azot əsası deyirik, azot əsasından, ikinci karbohidratdan, bir də fosfat turşusundan ibarətdir. Deməli, nukleotidlərimiz 3 hissədən ibarətdir. Azot əsasından, karbohidratdan, yəni şəkər və yaxud da pentozadan, bir də fosfat turşusundan ibarətdir. Nukleotidlərin deməli uzunluğu, bir nukleotidin 0,34 nanometrə bərabərdir və onun molekul kütləsi isə deməli 300 AKV-yə bərabərdir. Nuklein turşularında 5 növ azot əsası var. 5 növ azot əsası. Bu azot əsasları hansılardır? Gəlin baxaq. Adenin, timin, guanin, sitazin və urasil. Bu 5 növ azot əsası isə 8 növ, yəni 8 nukleotidi əmələ gətirir. Gəlin görək bu 8 növ nukleotid necə yaranır? Baxın, bu 8 növ nukleotid belə yaranır. Bir DNT-ni yazıram, bir də RNT-ni yazıram. DNT-yə hansı azot əsasları daxilidir? Adenin, timin, guanin, bir də sitazin. RNT-yə isə daxil olanlar adenin, burada timin yox idi, onun yerində urasil, guanin və sitazin. Bilirik ki, DNT-də şəkər, yəni karbohidratı dezoksiribozadır. Belə yazım hamısına, dezoksiriboza. RNT-nin isə nukleotidlərinin karbohidratı şəkəri adlanırdı riboza. Deməli, sırf bu şəkərlərinə görə, yəni şəkər müxtəlifliyinə görə deyirik 8 növ nukleotid var. Baxın, bunların 4-ü DNT-də, 4-ü isə RNT-də olur. İndi isə biz keçək DNT-nin izahına. DNT yəni dezoksiribonuklein turşusudur. DNT normalda 2 dənə spiral zəncirdən ibarətdir və bu 2 spiral zəncirə bir yerdə buna deyirlər DNT-nin molekulu. Deməli, DNT molekulu deyəndə bizə 2 dənə zəncir nəzərdə tutulur. Yəni, 2 dənə zənciri deyirlər. Bunun demək uzunluğu yüzlərlə nanometr ola bilər, amma eni həmişə 2 nanometrə bərabərdir. DNT-də olan azot əsasları hansıları idi? Gəlin DNT-də olan azot əsaslarını yazaq. Adenin, timin, guanin, sitazin, sonra yenə yazaq təkrardan, fərq eləməz. Çünki burada nukleotidlərin sayı sonsuz sayda ola bilər. Belə yazdıq. Və dedik ki, bütün nukleotidlər hansı hissədən ibarətdir? Baxın, burada yazmışdıq. Nukleotid 3 hissədən ibarətdir. Azot əsasından, karbohidratdan və fosfat turşusundan. Biz burada azot əsaslarımızı yazdıq. Amma şəkərimiz qaldı və fosfat turşusu qaldı. Ona görə də mən bunların hamısının yanına bir dənə şəkərimi, yəni pentozalarımız, dezoksiribozadır deyə mən bunların hamısına balaca D hərfi qoyuram ki, yəni bunlar onun şəkəridir. Və hər bir azot əsasının nəyi var idi? Hər bir azot əsasının bir də dedik ki, fosfat turşusu var idi. Gördüyünüz kimi biz birinci zəncirin ardıcıllığını yığdıq sadəcə olaraq. Hələ ki bu zəncir deyil. Nə üçün? Çünki mən bunun bu hissəsini məsələn tutub əlimlə çəksəm, bu hissə qopub ayrılacaq. Çünki zəncir deyil. Bəs onda zəncir necə yaranacaq? Deməli, bir dənə nukleotidin şəkəri ilə o birisi nukleotidin fosfat turşusu arasında rabitə yaranır. Baxın, bu formada. Belə rabitə yaranır və bu rabitəyə deyirlər nə? Bu rabitə adlanır kovalent rabitə. Kovalent rabitə.
Belə nəticəyə gəlirik ki, DNT-nin bir zənciri kovalent rabitə hesabına yaranır. Bir də bunlarda komplementarlıq prinsipi var. Komplementarlıq sözünün mənası tamamlama deməkdir. Yəni, burada olan azot əsaslarının hər birinin ikinci zəncirdə qarşılığı var. Yəni, ona uyğun olan qarşılığı var. Məsələn, adeninin qarşısında nə duracaq? Timin. Timinin qarşısında adenin, guanində sitazin, sitazində guanin, yenə də adenində timin, sitazində guanin, sitazin guanin, bu guaninin də qarşısında yenə sitazin duracaq. Və yenə ikinci zəncirdə nə olacaq? Hər bir nukleotidin, bayaq dediyimiz kimi, hər bir nukleotidin yenə də dezoksiribozası, yəni pentozası və yaxud da ki, karbohidratı, şəkəri olacaq. Və hər bir şəkərin də yanında mütləq şəkildə fosfat turşusu düzüləcək. Deməli, bu da mənim ikinci zəncirimdə olan nukleotidlərimdir və yenə də ikinci zəncirdə bu şəkərlə fosfat turşusu arasında kovalent rabitə yaranacaq və beləliklə ikinci zəncir də bu tərəfdə yaranacaq. Amma bu iki zəncir hələ ki bir-birinə birləşməyib. Bəs bu iki zəncirin bir-birinə birləşməyi üçün nə lazımdır? Deməli, bunlar arasında hidrogen rabitəsi yaranır. Adeninlə timin arasında 2 qat hidrogen rabitəsi, yenə timinlə adenin arasında 2 qat hidrogen rabitəsi, guaninlə sitazin arasında 3 qat. Yəni, mən belə ardıcıl, yəni bunlara baxıb, məsələn, hansının qarşısında neçə qat rabitə olmalıdır, onları qeyd edirəm. Adeninlə timinin arasında dedik ki, 2 qat rabitə, sitazinlə guaninin arasında isə 3 qat hidrogen rabitəsi olacaq. Deməli, DNT-nin bir zənciri kovalent rabitə, 2 zəncir isə bir-birinə hidrogen rabitəsi hesabına birləşir. Belə qənaətə gəldik ki, belə nəticəyə gəldik ki, DNT molekulunda 2 dənə rabitə var. Bir kovalent rabitədir, biri isə hidrogen rabitəsidir. Və DNT-də bu zəncirlər yaranarkən su ayrılır. Ayrılan suyun miqdarını necə tapacağıq? Bir zəncirdə ayrılan suyun miqdarını əgər bir zəncirdə tapıramsa, onda burada suyun miqdarı n-1 ilə tapılacaq. Yox, əgər məndə molekulda olan suyun miqdarını soruşursa, onda yazacam n-2. Burada n nədir? Buradakı n nukleotidlərin sayını göstərir. Nukleotidlərin sayı deməkdir. Deməli, həm də ki, bilirik ki, DNT-də hidrogen rabitələrini yaratdıq və bu hidrogen rabitələrini tapmaq üçün düsturlarımız var. 2 dənə düsturumuz var. Bunlar hansı düsturlardır? Birinci düsturumuzu yazaq, hidrogen rabitəsi bərabərdir nukleotidlərin sayının üzərinə ya guanin, ya da ki, sitazini gəlirik. İkincidə isə hidrogen rabitəsini tapmaq üçün 2 vur adenin, üstə gələk 3 vur guanin yazırıq. Bunlar nə deməkdir? 2 vur adenin, 3 vur guanin. Baxın, adeninlə timinin arasında 2 qat hidrogen rabitəsi var. Bu iki həminki 2 qat hidrogen rabitəsini göstərir. 3 vur guanin isə guaninlə sitazinin arasında da 3 qat hidrogen rabitəsi var. Bu 3 vur guanində 3, yəni guaninlə sitazin arasındakı hidrogen rabitəsini göstərir. İndi gəlin bu düsturun doğruluğunu yoxlamaq üçün yazdığımız deməli, bu DNT molekulunda tapaq ki, neçə dənə hidrogen rabitəsi var. Birinci, ümumi şəkildə belə hesablayaq. Çünki düsturumuzun doğruluğunu yoxlamağa çalışırıq. Ona görə də baxaq ki, burada neçə hidrogen rabitəsi var. 2, 4, deməli 7, 10, 12, 15, 18 və 21. Burada tapdım ki, ümumilikdə saydım ki, 21 dənə hidrogen rabitəsi var. İndi gəlin bu hidrogen rabitəsini, bax, hal-hazırda bilirəm ki, 21 dənə hidrogen rabitəm var. Amma mən elə-belə saymışam. Yəni, sadəcə olaraq, say olaraq saydım ki, hə, burada 21-dir. Amma düsturda yerinə qoymalıyam. Baxaq, birinci düsturda qoyuram yerinə. Hidrogen rabitəsini tapmaq üçün deyir ki, nukleotidlərin sayının üzərinə guaninin sayını gəlirəm. Burada neçə dənə nukleotidimiz var? 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 nukleotidim buradadır, 8-i də buradadır. Oldu neçə dənə? 16. 16-nın üzərinə gəlirəm guaninin və yaxud da sitazinin sayını. Guaninim neçə dənədir? 1, 2, 3, 4, 5. Sitazini də saysam yenə baxın. 1, 2, 3, 4, 5. Ona görə 16-nın üzərinə 5 gəlirəm. Bu da bərabər eləyir 21. Demək, birinci düstur hidrogen rabitəsini tapmaq üçün olan düsturun
həqiqətə uyğun oldu. Yəni düzgün tapa bildim. İndi ikinci düsturu da bir dənə tətbiq eləyək, yəni doğruluğunu bilək. Necə idi ikinci düstur? Hidrogen rabitəsi bərabərdir 2 vuraq adeninlərin sayı. İndi də adeninin sayını tapıram. 1, 2, 3. Aha, 3 dənə adeninimiz var. Yazaq 2 vur 3 üstə gələk. Guaninimiz neçə dənə oldu bəs? 1, 2, 3, 4, 5. Demək 3 vuraq 5. Bu da bərabər edir 3 dəfə 2-nin 6, 3 dəfə 5-in eləyər 15. 6-nın da üstünə 15 gəldi, elədi 21. Bizim düsturumuz deməli həqiqəti əks etdirdi özündə. Bu düstur demək ki, deyintini tapmaq üçün istifadə olunan düsturdur. Bir də bizim dərslikdə Çarlqaf qanunu var. Çarlqaf qanunu nə idi? Deyirdi ki, orada olan nukleotidlərin hamısının cəmi həmişə vahidə bərabərdir. Nə deməkdir? Baxın, belə yazıram. Yəni, adenin üstə gələk guanin bölək timin üstə gələk sitazin. Deyir ki, bərabərdir 1-ə. Baxaq görə elədir. Adeninimiz neçədən oldu? 1, 2, 3. Yazıram, bax, düsturda yerinə qoyuram. 3 üstə gələk. Guanin neçədən oldu bəs? 1, 2, 3, 4, 5 dənə. Yazdım bura 5. Kəsir xəttimi çəkdim. Əgər adenim 3 dənədirsə, timin də 3 dənədir. İstəsəz buradan saya da bilərsiniz. Sonra guanin 5 dənədirsə, demək ona uyğun olan sitazin də 5 dənədir. Aha, bunları da cəmləyib bir-birinə bölsəm, demək vahidə bərabərdir. Bəli, Çarlqaf qanunu da bunu deyirdi ki, bütün nukleotidlərin cəmi həmişə vahidə bərabər olur. Sonra buradan demək nukleotidlərin ölçü və kütlə nisbətlərini tapaq. Ölçü və kütlə nisbətlərini necə tapırıq? Biz bilirik ki, adeninlə timin, guaninlə də sitazin bir-birinə bərabərdir. Bu formada yadımızda qalsa daha yaxşı olar. Niyə? Çünki bax, ölçü və kütləcə bunu daha yaxşı yadda saxlayarıq bu formada. Yəni, belə yazacağım. Adenin bərabərdir guaninə. Bu da böyükdür timin, sitazin və urasildən. Adenin və guanin ölçücə və kütləcə bir-birinə bərabərdir və bunlar timindən, sitazindən və urasildən böyükdürlər. Biz DNT-yə harda rast gələcəyik? DNT-yə demək rast gələcəyik. Məsələn, evkaryotlarda harda rast gələ bilərəm DNT-yə? Nüvədə, mitoxondridə, plastidlərdə, bəs prokaryotlarda harda rast gələcəm? Prokaryotlarda isə nüvə olmadığına görə sadəcə olaraq sitoplazmada sərbəst şəkildə rast gələcəm. Bir də yadınızda qalsın ki, DNT bütün, demək olar ki, hər şey üçün, belə deyək də, sintezlənən nə varsa onlar üçün qəlib rolunu oynayır. Yəni, məsələn, sintez olunacaq zülal haqqında məlumat DNT-dən ötürülür mRNT-yə, nRNT-yə, sonra ribosom RNT-sinə beləliklə sintezlənir. Ona görə də deyirik ki, DNT qəlib rolunu oynayır.